bir detal söyleyeyim. Bilirsən də Frank, Alman və İtaliya tarixinin ən böyük şəxsiyyətlərindən biri. Ümumiyyətlə Avropanı birləşdirmək istəyən adam Böyük Karl olub. Böyük Karl öz millətinə, yəni Alman dilli bir Sakson xalqına, Frank de Alman dilidir. Bu da Saksondur, German dili, Alman dilidir. Qırğın törədib. Yəni Sakson ölkəsinin yerindən, üzündən silib xristianlaşdırıb onlar. Məcburən paqandan xristianlığa gətirib. Böyük Karl amma bir dəfə bir fransız və ya Almanın onu mən sırf bu döyüşə görə, yəni Saksonları bunu elədiyinə görə aşağıladan görməmişəm. Səbəblər həm şişirdirlər, Şah İsmayılın elədiyini həm şişirdirlər. Həm də ki, bunu mən düşünürəm ki, daha subyektiv yanaşırlar. Yəni çox ideoloji baxırlar. Ya bu dünya tarixində hamısı da var. Oduna buna da var. Yaponların böyük hökmdarı. O da qırğın eləyib. Normaldır. Nə donadı? Nə donadı? Odana buna da. Neyini qardaş? Yəni hamısının tarixində var bu, çox normaldır. Yox qardaşım, Əmir Teymuru götür, Yavuz Sultan Səlimin özünü götür. Onun yanında məncə o heç də. Nadirin yanında az, Teymurun yanında az. Yavuz Sultan Səlimi götür. Nə bilim, Çingiz götürmə onu. O götürmə. O götürəndə bax. Sonra nə bilim, çox uzağa getməyə. Fatih Sultan Məhəmməd. Yəni tabe olmayanı nə edirdi? Öldürür. Kəlləsin gedir. Çox normaldır yəni. Adamlar öz qardaşlarını öldürürlər. Uşaqlarını öldürür. Sultan Süleymanın övladlarını öldürür. Bax, kitab olmadığını. Məsələn, Manzurların Çin işğalı, qırğındır. Çox normaldır bu. Bu türk törəsidir özləri.